Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə edilən mövzusuna çevrilib. Qiymətlərin nəzərə çarpacaq dərəcədə artması narazılığa səbəb olub. Kərə yağı idxalı ilə məşğul olan şirkətlər qiymət artımının səbəbini yağı ixrac edən ölkələrin qiymətləri bahalaşdırması ilə izah edirlər. Rəsmi qurumlar isə ciddi bahalaşmanın qeydə alınmadığını vurğulayır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 1,1 manat idisə, may ayında bu rəqəm 1,36 manata yüksələrək 2,3% artım göstərib. Eyni dövrdə idxal kərə yağının qiyməti isə 19,53 manatdan 19,79 manata qalxaraq 1,3% artımı olub. Yeni Müsavatın əməkdaşı bir neçə marketdə olub. Qiymətlərlə maraqlanıb. Bunu da qeyd edək ki, Bakıda kərə yağı qiymətləri markaya, çəkisinə və satış məntəqəsinə görə dəyişir. Qiymətlərdən açıq-aydın görünür ki, yağların qiyməti günbəgün artır. Alıcılar qeyd edir ki, bahalı kərə yağlarının dadı yaxşı olsa da onların büdcələri hər vaxt bu yağlardan istifadə etməyə imkan vermir. Ona görə də onlar bitki tərkibli spred yağları almağa məcbur olurlar. Səhhətində problem olanlar isə ucuz kərə yağı axtarışına çıxırlar. Qiymətlərin Novruz bayramından sonra bahalaşması isə diqqətdən yayılmır. Deməli, tələbat artdıqca qiymətlər də artır. Eyni vaxtda yerli bazarda istehsalın azlığı da qiymətlərə ciddi şəkildə təsir edir.